Bakının Binəqədi rayonunda bir yaşayış ərazisi var. Köhnə məhəllə də demək olar. Bakının daha bir köhnə məhəlləsi. Məhəllə köhnə olsa da buradakı evlərin əksəriyyəti yenidir, müasirdir və nəhəngdir. Söhbət Varovskidən gedir. Bu yer, bu ərazi çox məşhurdur. Kimdən soruşsan hardadır deyəcək, amma Varovskinin kimliyindən çoxları xəbərsizdir. Varovski, mən gözümü açandan Varovskidir bura. Burada yaşayanlar əvvəl qeyri-millətlər var idi. İndi amma hamısı Azərbaycanlılardır. Mən 20 ildir burada yaşayıram. 20 il əvvəl bura hardan gəldiniz? Mountain'dən gəldim. Mountain'də. Mountain dəyişsiz Varovskiyə. Mən atamın evi idi orada. Mən də orada yaşayırdım da evlərindən sonra köçdüm gəldim bura. Yoldaşım həyət evi istəyirdi. Mən də həyət evi almağın dərdinə gəldim bura. Əvvəl çəkdiyimiz köhnə məhəllələrə baxanda Varovskiyə bahalı köhnə məhəllə demək olar. Çünki buradakı evlərin əksəriyyəti göz oxşayır. Hazırda deyirlər ki, bu ərazilərdə ev almaq, torpaq almaq çox bahadır. Yəni bu ərazi çox bahalı ərazi olduğunu deyirlər. Yəni o vaxt necə idi? Qiymətlər belə idi yoxsa? Yox, o vaxtı qiymətlər ucuz idi. İndi amma qiymətlər indi torpağa görə də yəqin yerinə görədir. Ha, indi kimə desəz ki, Varovskidə evim var, deyəcək ki, milyonçusan. Düzdürsən, mən deyərlər milyonçusan. Siz nə vaxtda yaşayırsınız? Mən 97-ci ildən. 97-ci ildə bura gələndə belə bahalı evlər vardı, yoxsa o vaxt köhnə evlər idi? Yox, evlər köhnə idi, onda təzə evlər yox idi təbii ki. Sonra hamısı tikildi. Bahalı deyəndə evlərdir də tikiblər. Bunlardan da bahalı evlər var şəhərdə. Amma Varovski deyəndə nəsə bura biraz bahalı məhəllə kimi yada düşür. Əslində qabaqlar bura heç bahalı məhəllə olmuyor bura. Boş torpaqlar olub, palçıq olub, falan olub. İnsanlar bura gəlmiyor. Bura pay torpağı kimi veriblər insanlara. Sonra müəyyən dövrdən sonra yer dəyişir də təbii ki. Bəli, bugün Varovskidə nə qədər böyük evlər, villalar tikilsə də, amma köhnə tikililər, köhnə evlər hələ də var, qalmaqdadır. Hətta bəzilərində yaşayış da var. Məsələn, deyilənə görə bu ev tikilib 1957-ci ildə, amma hazırda yaşayış yoxdur. Amma bu evlə eyni ildə tikilən digər evlər var ki, onlarda yaşayışın olduğu bildirilir. Yəni bu evlərin az qala bir əsrə yaxın yaşı var. 1957-də tikilib, 1956-da tikilib. Bu ev çox məşhur ev olub vaxtilə Varovskidə, amma sökülübcə xarabadır. Satıb gedib gəlsə, sahibləri ölüb. Belə deyək, yəni köhnə evlər elə çox qalmayıb. Bu tərəfə baxanda, yəni şəhərə yaxın yerlər tikilibdir, amma buradan içəri gəlsəz, görəsiz ki, köhnə evlər də çoxdur hələ. Qalıb da təbii ki, amma zaman onların da çoxu satılır. Burada doğulmuşam. Neçənci ildir? 59. Varovski əvvəl necədir, indi necədir? Çox dəyişib. Əlbəttə dəyişib. Burada biz gedəndə rezin çəkməklə geldik, qaloşla geldik məktəbə. Alçıq idi bütün buralar. Qabaq belə deyirdi, qabaq elə var deyə bizim evlər, evlər idi. Bunlar təzə tikilib çoxu. Deməli, hazırda Varovskinin bir yeni məhəlləsi var, orada villalardır. Bu hissə isə köhnə məhəllədir, hə? Buradan belə köhnə məhəllədir, hələ tikilməyib. Çünki ora girmirlər. Burada park var deyə hamısı parka yaxın yerə tikilib. Bunlar təzə tikilib çox. Həmişə evi alanda fikirləşirlər ki, belə yerləri seçirlər. Bugün Varovskinin, məsələn sizin kimi köhnə əsl sakini çox qalıb, yoxsa? Var. Bura kənd kimi bir yerdir. Hamı bir-birini tanıyır. Bu təzə gələnlər görürsən çox qaynayıb qarışmırlar. Kənd deyirdilər, şəhərin adamları zadı. Yəni ki, məsələn, taksiyə bizi Varovski yapar, ora kənddir. Yəni belə pis gündəydi, palçıq. Amma indi bura kənd kimi olmaz. Bahalı evlər, bahalı villalar. Mən də sata bilmirəm, qalmışam orada. Niyə? 4-5 qardaş bir həyətdəyik, balacadır, şərait yoxdur. Satıb getmək istəyirəm də, bu darısqal yerdə. Bəs belə alıb yerində villa tikmək, böyük ev tikmək istəyən yoxdur, yoxsa? Bəlkə sizin evlər biraz içəridədir? Yox, yaxşı yerdir, yolun qırağıdır, hündür yerdir. Mənim məsələn qardaşım razı deyir. O buradan çıxmaq istəmir. Yox, onun çünki burada işləyir, edir. Uşaqlar da bu zeytunluqdadır. Bu birisi qardaşım, o da istəmir. Gəlib dördümüz də birdən sataq ki, böyük bir yer olsun, kimsə var adam gəlib alsın. Buradakı evlər yerində sizin kimi köhnə ev sahibləri olub, satıb gediblər, hə? Hamısı. Bunlar bunu tanıyır, bunlar... Yaxşı qiymətə satıla getdilər, hə? Yox, o vaxt elə belə döyürdü. Amma yenə baxma, elə fərq var idi. Belə deyək də, şəhərin elə də ucuz yer deyil, ha, bahalı yerdir hazırda. Varovskidə də deyirlər ki, o bahalı məhəllə. O Uqlavoy ev 15 ildir satır. Yəni var adam istəmir burada şey eləsin. Özləri, yox, yoldaşları zadı deyir, ona deyir, kəndli bayaqdan deyirəm, kənd. Kənd o vaxt idi də, indi kənd deyir axı. Evlər kənddir də. Kəndi evi sökürsən, yerində tikirsən, bahalı ev. Özünkünü sökür. Bəs o qonşu? Amma elə də çox qalmayıb kənd evi burada. Köhnə məhəllələr reportajımızın əsas sualı, ərazinin adı. Məsələn, niyə bura Varovski deyirlər və ümumiyyətlə Varovski kimdir? Varovski elə belə deyirlər, nə bilim. Adı elə o vaxtdan düşüb Varovski. Vallahi inqilabçı olub mən bildiyimə görə, Rus olub, inqilabçı olub. Mən vallahi gözümü açandan bura Varovski gedir. Rus inqilabçısı olub Varovski. Ona görə onun adını qoyublar.
İndi isə gələk Varovskinin kimliyinə. Varovski kimdir? Bəli, qeyd edim ki, bir vaxtlar bu ərazilərə adı verilən Vatslav Varovski milliyyətcə polyak olan ruslaşmış kommunistdir. Rusiyalı inqilabçı, publisist və ədəbiyyatşünas olan Vatslav Varovski həm də Sovet İttifaqının ilk diplomatlarından biri olub. Bəli, Vatslav Varovski haqqında internetdə kifayət qədər məlumat var, araşdırıb öyrənmək olar, amma bir məqamı qeyd edim ki, Vatslav Varovski 1923-cü ildə Lozanna konfransında Sovet nümayəndə heyətinə təyin olunur. Elə həmin ilin mayında Lozannadakı otelin restoranında qətlə yetirilir. Bəli, sonra Vatslav Varovski Moskvaya gətirilir və Qızıl meydanda dəfn olunur. O vaxt SSR dövründə bəzi şəhərlərdəki küçələrə, qəsəbələrə onun adı verilirdi. Bu ərazilərə də 1923-cü ildə Vatslav Varovskinin adı verilir və 1924-cü ildə bu ərazi rəsmi olaraq elə adlanır. İndi isə hazırda rəsmi sənədlərdə ərazi Rəsulzadə qəsəbəsi adlanır və elə səslənir. Bəli, daha bir köhnə məhəllə Varovskidə gördüklərimiz, çəkdiklərimiz və deyəcəklərimiz bu qədər. Növbəti köhnə məhəllədə görüşərik.